Bəli, bayaq dediyim kimi bizə 2% lazımdır. İndi mümkündür biz eşikdə sən demişsən eləyə bilmirik o işi görək. Amma içəridə mən inanıram ki, içəridə bizim böyük gücümüz vardır. O gün o şərait gəlib yetişirsə, mümkünatı yoxdur sən insanları indidən sazmandehi eləmədən, məcə qardaş Apollo deyək ki, zamanda bilə, sən millət o sazmandehi eləmədən imkansızdır ki, deyəsən ki, zamanı gələndə o 2%-dən bir baba, sən istəyirsən ki, bir dənə əsbab bazını düzəl desən, əsbab oyun çağı var, sən bir-birinə qoşmadan o hərəkət eləmə. İndidən sən sazmandehi olmayasan, mən də sizə deyim nə olur. Orta Doğu'nun qurulduğu projədə Azərbaycan mərkəz iyaləti deyə Farsın üstündə gedər. Azərbaycan adında bir şey olmur. Bu vəziyyət hakim olursa. Fərz edək ki, Amerika və İsrailin bu saldırısında İran dövləti yıxılmış olsaydı sonumuz nə olardı? Yəni Azərbaycan müstəqil ola bilərdi, ya hər hansı bir haqq hüququna çata bilərdi? Azərbaycan yox, eləyə bilməzdi. Hətta dövlət köçürsəydi də, Azərbaycan orada, yəni garanti yoxdur. Bəlkə, yəni faizi çox az ehtimalda ola bilər, məsələn, Təbriz ətrafında bir şeylə düzədə bilər. Amma bu garanti deyildi. Niyə? Çünki Azərbaycan milli hərəkatı ani dəyişimə, bir gecəlik, bir həftəlik, bir baskı ilə dəyişimə hazır deyil. Belə olmuş olsaydı, beləncə vəziyyətdə organizə qruplar avantajlı çıxar. Organizə qruplar şəraiti ələ alır. Azərbaycan milli hərəkatı gücünə, genişliyinə baxmayaraq organizə deyil, hazırlığı yoxdur. Bizə fürsət lazım. Biz zaman içində, inqilab sürəcində xalqı səfərbər edib, organizə edib, komitələr qurub, demək, mərkəzlər yaradıb və kadrların vasitəsilə o keçid mərhələsini müdiriyyət eləməli, kontrol eləməli. Ona görə bizə ani, yəni bir gecədə dəyişiklik əlverişli deyil. Garantisi yoxdur ki, biz kontrol ələ biləcək. Bir güclü təşkilat, güclü bir organizə, silahlı qüvvələrimiz bizim hardadır? Yoxumuzdur ki. Bəzi boş sözlərə çayla bəsiz atəşdə olan sipahilə olarsa, organizə eləyənə qədər hər şey keçib gedibdir. Organizə qruplar var bölümümüzdə, hazırdırlar, topraklarımızda da göstəriblər. Başı balacaqdır. Baxda Azərbaycan qətiyyətlə əlimizdən gedəcəkdir, kompleti. Çünki bizim hazırlığımız yoxdur, silahlı kütlər var orada hazırda və iddialar da vardır. Azərbaycanın özünün hangi hissəsini, nə qədərsini qurtara biləcəyi o şaibə altındadır, sual altındadır. Çünki biz hazır deyildik. Bizim, əgər bizlə demək planlaşdırmaq olsaydılar, onda bizlə danışmış olsaydı, deyəcək, indi zamanı deyil. İndi bu dövləti çevirmək uyğun deyil. İndi bəzilər çıxar deyəcək ki, siz Cumhur İslamının bəqasını istəyirik. Yox, bəqasını istəmirik. Amma Cumhur İslamidən daha kötü bir vəziyyətə düşmək də bizə bir nəticə verməz. Ya məsələn, bunu hər bazına tökülsün, Azərbaycanın başqa qüvvələr gəlib işğal eləməsinə də biz müsahidə etməməliyik. Biz elə bir plan görməliyik ki, onu çevirərək Azərbaycanın bütün ərazisində Azərbaycan dövlətini qura bilək. Və ya bunları qoruya bilək başqaları. Hətta Azərbaycan dövləti də olmazsa, İran tərkibində də olmuş olsa, bunları qoruya bilək. Buna başqaları gəlib burada hərcmə, qətlam, qırğın yarada bilməsin. Bizim bu an Azərbaycan milli hərəkatını nəzərə alsaq, buna hazırlığı yoxdur. Bu bir gerçək. Bunu görməməzlikdən gəlib də gəlsin Amerika bombu töksün, o birisi dəyişsin. Dəyişərlər Allah dövləti. Biz bir şey yapara bilməliyik. Yəni sözün canı, sizin sorunuzun cevabı budur ki, əgər o gerçəkləşmişsəydi, biz indi bəlkə bir dənə faciənin içindəydik. Bəlkə bəlli bir hissədə bir şeylər əldə edə bilmişdik, bəlkə əlləmisi. Amma böyük ölçüdə bir hərc-mərcin içində və topraklarımız başqalarının işğalında silahlı və organizə qruplarının tapdağının altına geçmiş ola bilərdi. Bu təhlükə var. Ona görə də demək, bizim işlarımız xalq hərəkatı ilə xalq meydana gəldikcə günü-gündən siyasiləşir və bu məsələyə qatılır, qatqıda bulunur, iştirak edir, məsuliyyət qəbul edir və o zaman Azərbaycana kimsə toxuna bilməz. Amma bir gecədə səhər durun görün ki, Cumhur İslamı yoxdur, Amerika gəlib götürüb aparıb, hərci-mərcidir, heç təşkilat yoxdur, ordumuz yoxdur, silahlı qüvvəmiz yoxdur. Nə olar? Bir dənə əsl mənasında qargaşa yaranır. Ona görə demək, sözün cevabı budur ki, yox, biz Azərbaycan bu məsələdən fayda aparma şansı çox zəifdir, çox azdır. Yoxdur demiyorum, çoxdur demiyorum, amma çox azdır, hazırlıqlı deyil məsələ. Gerçək budur, bəli, əlbəttə. Sayın Sadiq, belə çıxır ki, hətta dövlət yıxılsaydı, Azərbaycan təşkilatları vəziyyətə hakim ola bilməyəcəkdilər. Bu doğrumu? Doğrudur. Azərbaycan təşkilatları baxın, böyükmüyor. Yəni, real baxaq da məsələ, meydanı baxaq, vəziyyəti baxaq. Azərbaycan təşkilatlarının çoxu, heç təşkilat nədir? Yəni, təşkilat prinsipi nədir? Bilmirlər. Yəni, nə siyasiləşiblər, nə də təşkilatlarını. Adını qoyub, yığışıb belə bir neçə nəfər adını qoyub təşkilat. Baxın, məsələn, mən sizə bir misal gətirim. Bizim Almanda, Xarici İşlər Nazirliyində görüşünüz olur. Təşkilatlara müraciət elədik ki, nümayəndə göndərin. Baxın, burada bəzi təşkilatların gücü çatmadı, göndərmədilər. Saygı duyuram ona. Amma, məsələn, bir təşkilat açıldı, yoldan geçən birisini ki, dünən işmə sətən tələblərlə işləyirdi, onu nümayəndə kimi göndərdi. Biz sonra bildik ki, bu adam
bir oturum almaq üçün səltənət tələblərlə də işbirliyi içindədir. Demək, mücahidlərlə də işbirliyi içindədir. Azərbaycan Milli Hərəkatına da demək, bu qrupa, hatta orada məsələn, yəni beləncə bir demək, təşkilat usuluna bilməyən, amma özünü təşkilat kimi təqdim edən qruplarla heç bir şey eləmək olmaz. Yəni Azərbaycan təşkilatları əslində indi təşkilat yapdı, amma adam təşkilat qoyulur. Bizə görə onlar nə təşkilatdılar, nə də siyasiləşiblər. Yəni nə təşkilatlanıblar, nə siyasiləşiblər. Çünki məsələn bizim prinsiplərimizdə birisi əgər təşkilata gəlirsə, istəyirsə üzv olsun, ya gərək təşkilatda partidə onu tanıyan birisi təyin edir və ya əgər tanımırlarsa, tanıyan yoxdursa, bir sürə fəaliyyətləri nəzarət altında alınır. 6 ay, 1 il nəzarət altında alınır ki, bu acaba bu partiyada üzv olmağa haqq edir ya yox. Yəni özünü doğrulta bilir ya yox. İndi ondan sonra bu gəlir olur üzv. Üzvlükdən gəlib təmsilçiliyə keçmək, üzvlükdən yüksəlmək, üzvlükdən nümayəndəliyə getmək, bir ölkənin demək, naziri ilə görüşə göndərmək üçün böyük xeyli proses lazımdır sizcəsin. Adam diyorsunuz ki, görüb, xiyabandan birisini götürüb, deyir ki, bu da bizim təmsilçimizdir. Biz də o təşkilatı, ona təşkilat etibarı verərək qəbul eləmişik. Bunu baxmamışıq bizim. Nə işimiz var ki, başqa təşkilatın nümayəndəsini araşdıraq ki, bunun səlahiyyəti var, yox. Bu təşkilata güvənmişik və bunu göndərmişik. Sonra görmüşük ki, bu adam 3 həftə ondan qabaq səltənət tələblərlə etirazındadır. 2 həftə ondan qabaq mücahidlərin eyləmindədir. Və neçə təşkilatdan təyidiyyə alıbdır və hətta eləcə də təyidiyyə 5-indədir. Yəni bir oturum üçün beləncə bir təşkilatlar nə idarə edə bilər? Azərbaycan təşkilatları, dedik ki, təşkilat nəzarət olub, bu təşkilatları ümumiyyətlə Azərbaycan Milli Hərəkatından dağlıdadırlar. Baxın, lider təşkilat, siyasi təşkilat, siyasi hizb, siyasi qurum xalqdan qabaqda olar, kütlədən qabaqda olar. Onlar simci olar, nümunə olar, yol göstərər. Deyək ki, məsələn, biz bu yolu belə getməliyik. Ona görə xalqdan çox qabaqda olar ki, xalq ona yetişməyə. Nə də xalqın dalısında gizlənən lider olmaz ki. Deyir ki, xalq deyəcək, millət nə deyirsə onu deyir. O millət nə deyirsə sənə nə ehtiyac var? Otu yerində də. Bəs sən meydandasan, xalqa yol göstərmək istəyirsən. Yol göstərmək istəyirsənsə, gərək xalqdan öndə olasın. Azərbaycan təşkilatlarının qətiyyətlə buna hazırlığı yoxdur. Əslən, mənə həqiqəti soruşsanız, bunu indi bəlkə məsələn bəziləri deyir ki, kənardan birisi desə bəlkə bir mənfi şey də alına bilərdi, amma həqiqətə özümüzü aldatmamalıyıq. Biz gerçəklərə baxmalıyıq. Azərbaycan təşkilatları nə siyasiləşib, nə də təşkilatdan. Yəni təşkilat mahiyyətində. Adları təşkilatda, amma təşkilat prinsipləri, təşkilat kimi özlərini aparmaları, disiplinləri, qayda qanunları olsun və bir demək təşkilat bəyanat verəndə bunu o təşkilat mənsubları bunu bir əmr kimi qəbul edib onu icrasına can atmaları və ya o təşkilatın əsasnamə nizamnaməsini özünün yaşam və mübarizə tərzi kimi gündə uygulamadığı təqdirdə o təşkilat deyil. O demək məhfildir. Və məhfil ilə də təbii ki, siyasi dəyişiklik dövlət qurmaq mümkün deyil. Biz iddiamız 35 milyondan. Bizim çıxış yolumuz və yəni bir adam özü görür, onu sonra özündən. Bizim çıxış yolumuz budur ki, özümüzü olduğumuz eşikdən mənim söhbət, olduğumuz kimi qəbul eləmədiyimiz şəkildə nə bizim millətimiz aylar, nə biz bu haqqı əldə edə bilərik. Qardaşım, hələ bir taxt yox idi, bir tuğ yoxdur. İranda istəyir bir şey ola, həmin bu yarım pəhləvi deyir ki, qüdrət dövlət intiqalını mən təşkil etmişəm. Və ya Kürtlər deyir ki, bizim hazırıq. Biz bu azad ölkədə, Avropada, Amerikada bir dənə sistem yaradıb onun arxasında bir nizamnamə qurub hər kəs ona uyacaq deyə bir sistem yarada bilmirik. İran desin ki, mən gedirəm dalı, Azərbaycanlılar gəlsinlər idarə etsinlər. Fikirsə məsələn bizim nə qədər hazırlığımız var onu da. Biz özgür məmləkətdə bir-birimizi qəbul edə bilmirik. Özgür məmləkətdə biz bir-birimizi. Mən bu duyğusal danışıqlarımda vaxtı gedib hər mövqe biz eləyə bildik ki, 35 milyonun iddiasını eləyən bir nümayəndələr eləyə bildilər ki, adın qoyarsan, nə deyirsən, bu məclis idər təbid, dövlət idər təbid, nə qoyursan qoy. Bizdə ki, hələ o başarıq yoxdur ki, bir dənə bir sazman quraq, onun arxasında mali məsələsi olan millətimizi içəridə sazman deyib. Bizdə ki, o yox. Fərdi əqdanımızla elə bir sistemi hava eləyə bilsək quraq. Onda biz millətimizin gələcəkdə haqq əldə etməyindən danışa bilirik.